diqqətlə əlimə baxın. Oradakı elədiyimiz bulkalar sadə bulkalardır. Üstündə strezel deyilən ovuntu yağla şəkər tozunun ovuntusu olacaq. Kətənin içə necə elədik ovuntunu? Bax, ondan üstünə səpicik hazırlığını, bax bu cür, bax bu alınır, bax belə. Maşallah olsun, Nəzakət xanım bir dəfə, iki dəfə elədi, bax tutdu, bax budur. Vulkanın tutumu budur. Bunu indi kündəyə qoyub çox gələcək. İkincini sizə bir dənə başa sallam. Diqqətlə əlimdə baxın. Kündələrimiz tutulur, biraz qoyusuz dincəlməyə. Ümumiyyətlə, mayalı xəmirlərin mütləq şəkildə kündələrini dincəlməyə qoyursunuz. Dincəlmək nədir? Xəmir özünü tutur, sonra sizin üçün rahat da olur açmaq. Xəmir sizi incitmir. Rolik bir dənə ver mənə. Bax belə. Bu deməli kündəmizi açdıq. Diqqətlə baxın. Buradan künclərini çıxartdıq. Bax burada düz bir dənə avalarını çıxartdıq. Bu da istədiyiniz cemi, tvaroqu, bu qaynanmış skuşonludur. Qaynadılmış skuşonludur. Siz içinə tvaroq da eləyə bilərsiniz və cemlər eləyə bilərsiniz. Buradan kəsilər kəsilir. Qoyduğumuz içinə o skuşonunu buradan bağlanılır və dairə fırlanılır. Dairəni fırlatdınız, gətirdiniz bu kəsim yerində. Altına saxlayırsınız ki, çıxmasın. Və bunun künclərini birləşdiririk. Birləşdirəndən sonra, bunu gördünüz bu xətləri. Bax, burada. Xətləri qaldırıb gül ləçəklərini qaldırırıq. Və bir dənə qalan kündəni əlimizdə dairə eləyib xırda dairələrdə hazırlayırsınız balaca. Qoyursunuz ortasına. Bax belə. Belə. Kündəyə qoyulur, biraz şişir, özü həcmini artırır. Üstünə yumurta çəkilir, istəyirsiniz çörək otuna mı, bəzək üçün üstünə nə istəsiniz, bəzək üçün verirsiniz. Bu cür də gül formasında pişir. Rahat da eləyə biləcəksiniz. Keçdiyi fəaliyyətdə hamımız.